Hər kəsə salam bir daha. Bugün yenə hamının çaşdığı bir məqamla üzbəyüzük və keçən dəfə bunun izahını verdim. Təkrar bir daha dərindən izah verirəm. Əvvəlcə cümlələr qeyd edirəm ki, gəlin seçək görək bu cümlələrdən hansı doğrudur, hansı yanlışdır. Səhv etməmək üçün biz təbii ki, qrammatik qaydaları düzgün bilməliyik ki, qrammatik qaydalarda hansı şəxs əvəzliyindən sonra nə gəlir, yerlik əvəzliyindən sonra nə gəlir. Ona görə o qaydalara uyğun tərcümə edib tapmalıyıq. Deməli, biz bunu qeyd etməliyik ki, yerlik əvəzliyinin iki növü var. Müstəqil forma və asılı forma. Asılı forma independent formdur. Və independent form, yəni asılı forma o deməkdir ki, nədənsə asılıdır. Yəni isimdən asılı olur. Azərbaycan dilində də belədir. Yerlik əvəzlikləri hansıdır? Mənim, sənin, onun, bizim, sizin, onların. Azərbaycan dilində də bunlardan sonra mütləq isim gəlməlidir. İngilis dilində də bunlardan sonra mütləq isim gəlməlidir. Mənim evim, sənin maşının, onun kitabı, bizim evlərimiz, onların ataları və s. özündən sonra mütləq və mütləq şəkildə isim tələb edir. Əgər diqqət eləməli olduğumuz məqam nədir? Have got, has got tipli cümlələrdə biz deyirik ki, cümlə quruluşu nədir? Mübtada, sonra have got, has got, sonra digər nitq hissələri. Yəni have got, has got tipli cümlələrdə əgər cümlədə yerlik əvəzliyindən sonra isim gəlməsə, yəni maydan, yoğurdan, hizdən, hördən, itsdən, avvədən, zəyədən sonra isim gəlməsə, biz məcburuq mayı aydan əvəz edək, yoğuru yudan əvəz edək, hizi hidən, hörü şidən, avvəni vidən, zəyəri zeydən əvəz edək. Çünki özündən sonra isim gəlməlidir. İndi birinci cümləyə baxıram. Her has got a son. Tərcümə eləyəndə düzgün görünür. Onun var oğlu. Amma olmaz. Niyə? Çünki herdən sonra isim gəlməlidir. Bu cümlədə herdən sonra isim gəlməyib. Ona görə bu cümlə belə olmalıydı. She has got a son olmalıydı. Ona görə bir səhvdir. İkinci testə baxıram. Her sister has got a son. Onun bacısının oğlu var. Herdən sonra sister bacı sözünü gətirmişəm. Bacı da she olduğu üçün she has got olub düzdür. Üçüncü cümlə we have got a house. Bizim bir evimiz var düzdür. Dördüncü cümlə our have got a house olmaz. Çünki our yerlik əvəzliyidir və özündən sonra mütləq şəkildə isim gəlməlidir. Belə ya üçüncü cümlə kimi olmalıydı. Bizim evimiz var. We have got a house. Ya da belə olmalıydı ki, məsələn, bizim əmimizin evi var, bizim xalamızın evi var, o zaman olmalıydı. Birinci cümlədə yenidən dediyimi qeyd edirəm. Birinci cümlədə her has got a son yox, she has got a son yazılmalıydı. Yəqin ki, bu izahım artıq hər kəs üçün aydındır. Bu video sizin üçün faydalı idisə kanalıma abunə olmağı, hər gün 5 dəqiqə cəmi videolarıma baxalaraq ingilis dilinizi inkişaf elətdirə bilərsiniz. Sağ olun, hələlik.